Herkese salam dostlar. Java öğrenirik seriyamızın ikinci bölümüne hoş gəlmisiniz. Bugünkü bölümdə biz ilk layihəmizi yaradacağıq və bildiyiniz kimi ümumiyyətlə ilk layihə Hello World sözündən başlayır, klassik. Layihə yaratmaq üçün bu layihə adı hissəsinə tıklayırıq və burada New Project var, ona daxil oluruq. Belə bir səhifə açılır. Burada name adını dəyişə bilərik. Location, create git recipe. Əgər git hesabınız varsa bundan istifadə edə bilərsiniz. Hətta məndə git də var. Bunu özünüzə uyğun olaraq eləyə bilərsiniz. İndi bunu hal-hazırda hələ də düşünməyə ehtiyacınız yoxdur. Hətta burada HTML, React, Express bu cür səhifələr də var. Kotlin var hətta. Ən əsaslarından biri. Bunlar indi başqa şey deyək ki, bunları toxumağa ehtiyac yoxdur. Hətta Kotlin, bilirik ki, Kotlinlə Java app development-də aktivdir. Belə telefonlardakı proqramları yaratmaq üçün aktiv proqramlardır. Gəlin bunun adını qoyaq Hello World. Ya da Hello Java qoyaq. Və bunu create düyməsinə basaraq yaddaşda saxlayırıq. Hazırda bu hissədə layihə yaradarkən biz seçdik ki, başlanğıc kodu və faylı ver. Ona görə belə bir hissə verib. Bu hələ ki bizə lazım deyil. Ctrl-A, delete basırıq və ilk kodumuzu yazmağa başlayırıq. Koda başlayanda ilk öncə bir belə deyək, hissə yaratmaq üçün public class main yazırıq layihənin adına uyğun olaraq və bəzəklə mötərizəmizi qoyuruq. Bunu gəlin Ctrl mouse ilə basaraq yaxınlaşdıraq ki, daha yaxın görək. Daha sonra hər bir layihə üçün ad yaratmaq üçün bu hal-hazırda göstərəcəyim hissəni yazmaq lazımdır. Public static void main string kvadrat mötərizə və args. Bu hissədə mən void yazdım, void yazmaqdansa. Düzəltdim. Və Java C++-a oxşayan bir özəlliyi var. Hər funksiyanın axırında nöqtə vergül qoymalıyıq. Amma burada yox. Burada biz bəzəkli mötərizə qoyuruq və növbəti sətrə keçirik. İndi bu belə deyək də, bu ümumiyyətlə bu hissə həmçinin əzbərçi hissə sayılır. Yəni bu hissə mütləq olmalıdır başlayanda. Bu hissə olmasa kod demək olar sıfırdır. Bu hissə isə kodun bəlkə də bu hissənin təkcə əzbərçi olmayan hissəsi bax buradır. Bura layihənin adını təyin etməkdir. Bura isə onsuz da bu hissədən asılıdır. Bu hissə nə olursa bura doğru olmalıdır. Məsələn mən bura biraz fərqli bir şey yazım. Olma. Gördüyünüz kimi error verdi. Burada da altından xətt göstərdi. Ona görə alma yox, bunu main eləyək. Daha sonra isə public class'ın, public static void'in içinə yazmaya başlayaq. Python'da print'i, C++'da cout'dur. Bu cürdür. İndi görək Java'da nə olacaq. Java'da da print'dir və yaxud print ln, yəni print line'dır. Amma bunu necə yazırıq? Çox qarışıq olacaq. System seçsəndə böyünə yazırıq. System.out məntiqlidir, yəni bir şeyi bayıra çap edirik. .print. İndi bu print sizin seçiminizdən asılıdır. Əgər ondan sonraki nəsə söz yazacaqsınızsa, bir sətr atlatması üçün, buraxması üçün yəni line əlavə edə bilərsiniz. Və yaxud sadə yazmaq üçün print yaza bilərsiniz. İndi gəlin birinci sadəcə print yazaq və növbəti söz yazdıqda problemin necə olduğunu görək. Daha sonra adi Python kimi bura biz sözümüzü daxil edirik. Hello Java. Daha sonra bunun ardından nöqtə vergülümüzü qoyuruq. Keçirik aşağı sətrə təzədən system.out print hello Java. Və nöqtə vergülümüzü qoyuruq. İndi gələk kodumuzu çalışdıraq. Bu hello sözünün kodu ilə dəyişdim. Məntiqsiz olacaqdır. Yoxsa run edirik.
Geçen videoda görmüşdünüz ki o yaşıl teması vardı. Bu da orada təsvir edir. Hello cavabı, goodbye cavabı. Gördüğünüz kimi bu nədir? Bu nədir? Bu nədir? Bu nədir? Bu nədir? Neyse bunu düzeltmek için bura print elin, yani print line yazırıq və təzərran edək. Və gördüğünüz kimi doğru bir şəkildə verir. Elinin əvəzinə bura biz /n də yaza bilərik. Eyni şeydir. Gördüğünüz gibi mənə də bir təsir yoxdur, amma elin daha professionaldır məncə. Neyse bunu elin yazaq. Ümidvaram birinci videonu başa düşdünüz. Növbəti videolarda görüşənədək.